Deməli, bugünkü dərsimiz Səlcuq dövlətidir. Birinci Səlcuq dövlətindən danışaq görək ki, Səlcuqlar harda yaşayıblar? Səlcuqlar Xəzər dənizindən şərqdə, əvvəlcə Oğuz dövlətinin içində yaşayıblar. Qınıq tayfasından olublar. Qınıq tayfasından olan bir türk tayfalardılar. Sadəcə burada Tokaq bəy var idi. Tokaq bəy. Oğuz dövlətində Qınıq tayfasından olan Tokaq bəy subaşı vəzifəsində, yəni hərbiçi vəzifəsində çalışırdı. Lakin Oğuz yabqusu ilə, yəni Oğuz hökmdarı ilə yola getmədiyi üçün Tokaq bəy ağır yaralanır və sonra da öldürülür. Onun yerinə keçən Səlcuq bəy Qınıq tayfasını götürərək üzüaşağı istiqamətində hərəkət eləyir. Əvvəlcə gəlib Cənd şəhərində məskən salıb 960-cı illərdə, sonra da oradan gəlib Buxara şəhərində məskən salıb. Daha sonra isə üz qoyub Xorasan istiqamətinə, Xorasandan da üzü Azərbaycan istiqamətinə hərəkət eləyib və gəlib Azərbaycanda da 1028-ci ildə Rəvvadilərdə, 1030-cu illərdə isə Şəddadilərdə məskən salıblar. Yəni, qərara gəlirik ki, Səlcuqlar, hansı ki, əvvəlcə onun adı Səlcuq olmayıb, Qınıq tayfası olublar. Rəhbərlər də Tokaq bəy olub həmin tayfanın. Sadəcə Oğuz yabqusu ilə yola getmədiyi üçün Tokaq bəy ağır yaralanıb, sonra da öldürülüb və Tokaq bəyin yerinə keçən Səlcuq bəy tayfanı götürüb üzüaşağı Cənd şəhərinə doğru hərəkət eləyib. Və Cənd şəhərində İslam dinini qəbul eləməsi onun ətrafında xeyli adamın toplanmasına səbəb olub. Buxara şəhərini isə artıq gələndə bu ərazilərdə digər bir türk dövlətləri Qaraxanlı və Qəznəvilər dövləti var idi. Qaraxanlı və Qəznəvilər dövləti var idi. Məsələ orasındadır ki, bu Qınıq tayfaları nə Qaraxanlılarla, nə də Qəznəvilərlə yollaşa bilməyiblər. Düzdür, Qəznəvi hökmdarı Mahmud Qəznəvi 1028-ci ildə ondan Xorasanda məskən salmasına icazə verib, amma tam şəkildə belə yollaşa bilməyiblər. Səlcuq bəydən sonra isə elə bir əvvəl olub Tokaq bəy. Tokaq bəydən sonra olub Səlcuq bəy, tayfanın başçısı. Səlcuq bəydən sonra isə Toğrul bəy tayfanın başçısı olub. Bunlar tayfa başçıları olublar. Toğrul bəyə isə bütün işlərdə qardaşı Çağrı bəy köməklik göstərirdi. Çağrı bəy görür ki, Səlcuqlar burada sıxışdırılır. Hətta onlar babalarının adına özlərinin Qınığı yox, Səlcuq adlandırırdılar. Görüblər ki, burada sıxışdırılırlar. Çağrı bəy 1015-ci ildə gedib kəşfiyyata, hara? Demək, Azərbaycan, İrandan keçərək, Azərbaycanın cənubundan keçərək üzü qərbə doğru hərəkət edib, gəlib burada Bizans dövləti ilə toqquşub, Bizansın əlindən Van gölü ətrafındakı əraziləri, bir də Naxçıvan istiqamətindəki əraziləri 1015-ci ildə almışdılar. Sonra Toğrul bəyin rəhbərliyi altında Səlcuqlar gəlib 1028-də 2000 Oğuz ailəsi Rəvvadidə, 1030-da isə Şəddadidə məskən salıblar. Səlcuqlar Azərbaycana gələn 3-cü türk axınıdır. Birincilər Kimmer Qıpçaqlardı, eradan əvvəl 7-ci əsrdə, ikincisi Hunlardı, xalqların böyük köçündə, üçüncü də 11-ci əsrdə Səlcuqlar idi. Səlcuqlar Azərbaycana gəlişi Azərbaycana müsbət təsir göstərib. Səbəb odur ki, Azərbaycanın qərbində Bizans-Erməni Gürcü birliyi var idi. Onlara qarşı mübarizə aparmaq üçün Səlcuqlar Azərbaycanlılara, ələxüsus da Şəddadilərə köməklik göstərirdilər. Lakin Qəznəvi hökmdarı Mahmud Qəznəvi öləndən sonra Səlcuqlar Qəznəvilərin əlindən 1038-ci ildə Nişapuru alaraq, Nişapur şəhərini alaraq özləri üçün dövlət yaratmış oldular və hətta babalarının adına Səlcuq dövləti yaratdı Toğrul bəy. 1040-cı ildə isə yenə də Qəznəvilərin üstünə hücuma keçərək Qəznəvi hökmdarı Məsudu məğlub eləyib Hindistana doğru sıxışdırmış və bütün belə deyək Mərkəzi Asiya torpaqlarını Xorasan daxil Dəndənəkan döyüşündə öz hakimiyyəti altında Dəndənəkan döyüşünü öz hakimiyyəti altında birləşdirmişdi. Deməli,
Toğrul ilk əvvəl Nişapuru tutmuş, dövlət yaratmış, sonra Dəndənəkən döyüşündə isə Xorasan daxil Mərkəzi Asiyanın demək olar ki, çox hissəsini öz əlində cəmləşdirmişdi. 1042-ci ildə isə Mərv şəhərində qurultay keçirilmiş. Həmin qurultayda paytaxt elə bir yerə köçürülməlidir ki, əlverişli olsun həm şərqə hücum üçün, həm qərbə hücum üçün və qərara gəliblər ki, paytaxtı 1043-cü ildə Rey şəhərinə köçürsünlər. Ona görə də paytaxt Nişapurdan Rey şəhərinə köçürülmüş, qərbə və şərqə hücum üçün əlverişli bir yerdə yerləşdiyi üçün. Hətta Dəndənəkən döyüşündən sonra Toğrula Sultan titulu da verilmişdir. 1048-ci ildə isə Toğrul Şəddadilərlə birləşərək Bizans, Gürcü, Erməni məğlub eləmişdi. Sonra eşidirik ki, 1054-cü ildə isə burada Tiflis yerləşir, müsəlmanların ərazisi idi. Tiflisi, Şəddadini və Rəvadini, yəni Cənubi Qafqazı özündən asılı vəziyyətə salmışdır. Yəni onlardan xərac alıb onları qoruyurdu. 1055-ci ildə isə Toğrul Bağdada gedərək, Bağdada getmiş, Ərəb xəlifəsini Bağdadı Abbasiləri özündən asılı vəziyyətə salmış və bununla da xəlifə ona şərqin və qərbin hökmdarı rütbəsini vermişdir. Bir də bu hissə haqqında deyək. Səlcuqların adı Qınıq tayfalarıdır. Oğuz Yabqusu Oğuz dövlətində subaş vəzifəsində çalışıb Tokak bəy, Qınıqların rəhbəri. Lakin Oğuz Yabqusu ilə Tokak bəy yola getmədiyi üçün Yabqu onu ağır yaralayır. Yaralı Tokak bəy sonradan ölür. Tokak bəydən sonra tayfanın başına Səlcuq bəy keçir. Səlcuq bəydir tayfasını götürüb Cənd şəhərinə, oradan da Buxara şəhərinə doğru hərəkət eləmişdi. Cənd şəhərinə gələndə İslamı qəbul eləmiş və bu da onun ətrafında xeyli müsəlmanın toplanmasına səbəb olmuşdu. Sonra da Buxara şəhərinə gəlmiş. Buxara şəhərində də xeyli ətrafına adam toplamışdı. Daha sonra isə Xorasana gəlmişdi. Yuxarıda Oğuzdan qaçan Səlcuqlar aşağıda Qaraxanlı və Qəznəvilər dövlətinin belə deyək təsirinə düçar olmuşdular. Onların sıxışdırılmasına məruz qalmışdılar. Ya tabe olub oturmalı idilər, ya da getməli idilər. Lakin Səlcuqlar təbii ki, tabe olmadıqları üçün bu Mərkəzi Asiyanı tərk edirdilər. Lakin Mahmud Qəznəvinin dövründə Xorasanda məskən salmağa onlara icazə verilmişdir. Səlcuq bəyin ölümündən sonra isə tayfaya Toğrul rəhbərlik eləyib. Toğrul isə bütün işlərdə qardaşı Çağrı bəy köməklik göstərirdi. Çağrı bəy 1015-ci ildə İrandan və Azərbaycanın cənubundan keçərək qərbə doğru hərəkət eləyib, kəşfiyyat məqsədi ilə gedib Bizansı məğlub eləyərək Van gölü ətrafında və Naxçıvan ətrafındakı əraziləri özünə tabe eləmişdi. Toğrul bəy isə 1028-də 2000 Oğuz ailəsini Rəvvadiyə gətirmiş, 1030-da isə Şəddadilərin ərazisinə məskən salmışdılar. Səlcuqların Azərbaycana gəlişi Azərbaycana müsbət təsir göstərmişdi. Səbəb də odur ki, xarici hücumlardan qorunmaq üçün bir belə deyək köməyə ehtiyac var idi. Bu da Səlcuqlar oldu. 1038-ci ildə Qəznəvilər dövlətinin zəifliyindən istifadə eləyərək Toğrul Qəznəvi hökmdarı Məsudu məğlub eləyib Nişapuru tutmuş və dövlət yaratmışdır. 1040-cı ildə isə yenə də Qəznəvləri məğlub eləyərək Dəndənəkən döyüşündə Mərkəzi Asiyanın çox hissəsini öz hakimiyyətləri altında birləşdirmişdi. 1042-ci ildə Mərv şəhərində qurultay keçiriblər ki, paytaxtı daha əlverişli bir yerə köçürsünlər və paytaxtı Nişapurdan biraz aşağıya Reyə köçürüblər ki, həm şərqə, həm qərbə doğru hərəkət eləmək üçün əlverişli bir yer olsun. Həmçinin Dəndənəkən döyüşündən sonra xəlifə Toğrula Sultan titulu da vermişdir. 1048-ci ildə isə Bizans Erməni Gürcüyə qarşı Şəddadi dövləti ilə birləşərək çox gözəl bir döyüşdə qalib gəlmişdilər. 1054-cü ildə isə Rəvvadini, Şəddadini və Tiflisi, yəni ümumilikdə Cənubi Qafqazı özündən asılı vəziyyətə salıb, vaxtında xərac alaraq onları Gürcü-Bizans Erməni blokundan qorumuşdu. 1055-ci ildə isə Abbasiləri özündən asılı vəziyyətə salmış, şərqin və qərbin hökmdarı rütbəsini almışdı. Deməli, mən görəm ki, yaranması 1038, süqutu 1157, banisi Toğrul, ərazisi Mərkəzi Asiyadan ta Aralıq dənizinə qədər, Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə eləyirdi. Mənşəyi də təbii ki, mənşəyi türk idi.
və banisi Toğrul dedik. Ən güclü hökmdarı isə Məlikşah hesab olunurdu. Türkün qınıq qolundandılar. Hərbi xidmət müqabilində iqta paylayırdılar. Ucqar sərhədləri qoruyan hərbiçilərə isə uc torpaq verirdilər. Yəni ucun iqtanın oxşar cəhətə hərbə görə verilirdi. İqta bütün hərbiçilərə, ucu isə ancaq sərhədləri qoruyanlara verirdilər. Vergiləri də var idi. Məsələn, müsəlman olmayanlar cizyə vergisi ödəyirdi. Onda bir məhsul vergisi var idi, üşür vergisi. Bundan əlavə silah bahası, nal bahası, şərab bahası adlı vergilər də var idi. Üstəgəl hətta alafa adlı vergi də var idi ki, bunu da hərbiçilərin maaşı üçün yığırdılar cəmaətdən, muzlu qoşun saxlayırdılar. Yəni hərbiçilərə əhalidən yığıb pul verirdilər muzlu qoşun kimi. Toğruldan sonra bax bunlar hamısı bizim eşitdiyimiz Toğrula aiddir. Sonra hakimiyyətə gətiririk Çağır bəyin oğlu Alparslanı. Toğrulun hakimiyyət illəri 1038-dən 1063-cü ilə qədər olub. Alparslan hakimiyyət illəri isə 1063-dən 1072-yə qədər hakimiyyətdə olub. Alparslan hakimiyyətə gələndə 1065-də Rəvvadiləri süqut etdirib, 1066-cı ildə Şirvanşah hökmdarı 1-ci Fəribürzü özündən asılı hala salıb, 1066-cı ildə hətta Fəribürzün əlindən şah titulunu alıb, çünki Fəribürz ona tabe olmaq istəmirdi, ona məlik titulu verib, yəni hər hansısa bir torpağa malik olmaq, məlik titulu vermişdi. 1071-ci ildə isə Bizansın üzərinə hücum edib Bizans söhbətini kökündən həll eləmişdi. 1071-ci ildə Malazgirt düzündə döyüş olur. Malazgirt düzündə döyüş olur. Demək Bizansla Səlcuqlar arasında, Alparslan arasında. Nəticədə Alparslan Turan taktikasından istifadə eləyərək qalib gəlir və Bizans imperatoru Roman Diogeni əsir götürür. Hətta Bizansın tərkibində muzlu türk tayfaları var idi, Peçeneglər. Onlar da keçir Alparslan tərəfə və Alparslan qalib gəlir. 1072-ci ildə isə Alparslan burada yaşayan Qaraxanlıların üzərinə hücuma keçir. Qaraxanlılarla döyüşdə öldürülür. Alparslandan sonra hakimiyyətə gəlib onun oğlu Məlikşah ən güclü hökmdardır. 1072-1092-ci illərdə hakimiyyətdə olub. Onun dövrü çiçəklənmə dövrü kimi yadımızda qalır. Hətta Suriya, Ankara, Konya, Fələstin torpaqlarını tutaraq Aralıq dənizinə çıxıb və çox böyük ticarət inkişaflarına, ticarətə malik olmuşdu. Ticarət inkişaf eləmişdi. Hətta ticarət o qədər inkişaf eləmişdi ki, 1087-ci ildə bəzi ticarət vergilərini azaltmışdı, bəzi ticarət rüsumlarını azaltmışdı. Və Məlikşah hakimiyyətə gələn kimi qeyd edim ki, atasının qatili olan Qaraxanlıları özündən asılı vəziyyətə salmışdı. Və Məlikşahın dövrü demək olar ki, Səlcuqun ən gözəl, ən inkişaf eləmiş dövrü hesab olmuş olur. Hətta o çoxlu hakimiyyətini möhkəmləndirmək üçün çoxlu iqta paylamışdı və bu iqta ona müsbət təsir göstərmişdi. Çünki güvəndiyi adamlara paylayırdı. 1088-ci ildə isə Şəddadi hökmdarı 3-cü Fəzli məğlub etmiş, Şəddadiləri varlığına son qoymuşdu. Deməli, Rəvvadilərin varlığına son qoyan Alparslan idi. Şəddadilərin varlığına son qoyan isə Məlikşah idi. Amma Şirvanşahların varlığına son qoymuyorlar. Sadəcə Şirvanşahları özlərindən asılı vəziyyətdə salıblar. Və Məlikşah çox güclü nizami qoşun yaratmışdı. Tayfada irsilik prinsipini ləğv eləmişdi. Yəni tayfa başçısı ölsə daha onun yerinə varisi deyil, tayfanın seçdiyi bir adam gəlib oturacaqdı. Məlikşahdan sonra isə hakimiyyətə bir başqa adamlar var. Yəni biz onların adını eşitmirik. Sadəcə eşitdik ki, Məlikşahdan sonra dövlət zəiflədi. Amma sonuncu hökmdar kimi Sultan Səncərin adını eşitmiş oluruq. 1118-1157. Sultan Səncərin hakimiyyətə gəlişi ölkənin parçalanmasına, gedişi isə ölkənin süqutuna səbəb oldu. İmperiya, təbii ki, imperiyadır, görünə boydadır. İmperiya bir çox ərazilərə parçalanıb, amma bizə lazım olan İraq Səlcuq sultanlığı olacaq. Bir də Konya və ya Anadolu və ya Rum.
Bax bu Konyanın 3 dənə adı var. Anadolu Səlcuq da deyə bilərlər, Rum Səlcuq da deyə bilərlər, Konya Səlcuq deyə bilərlər. Bizə əsas 2 dənə bu lazımdır. İraq Səlcuq Sultanlığından Eldənizlər dövləti yaranacaq, Konya Səlcuq Sultanlığından isə Osmanlı dövləti yaranmış olacaq.